Salam uşaqlar. Bugün biz tibbdə ixtiralar, peyvəndin ixtirası mövzuları haqqında danışacağıq və eyni zamanda bu mövzular daxilində verilmiş tapşırıqları birgə yerinə yetirəcəyik. Gəlin A tapşırığına nəzər salaq. Peyvənd haqqında nə bilirsiniz? Sizcə insanlar nə üçün peyvənd etdirirlər? Uşaqlar düşünək. Bəli, peyvənd insanları xəstəliklərdən qorumaq üçün edilən bir iynədir. Peyvənd vurduranda bədənimiz həmin xəstəliyə qarşı güclü olur və ona yoluxmaqdan qorunur. İnsanlar sağlam qalmaq və başqalarını da qorumaq üçün peyvənd etdirirlər. Gəlin B tapşırığına nəzər salaq. Mətnə istinad edərək epidemiya və pandemiya sözlərinin fərqini izah edin. Uşaqlar, biz artıq mətni oxumuşuq, mətndə bu sözlərlə tanış olmuşuq. İndi isə gəlin mətnə görə həmin sözlərin izahını düşünək. Mətndə qeyd olunduğu kimi, epidemiya bir xəstəliyin müəyyən bir bölgədə sürətlə yayılmasıdır. Əgər xəstəlik daha da genişlənib, böyük əraziləri və hətta ölkələri əhatə edərsə, bu zaman artıq, bəli uşaqlar, pandemiya adlanır. Yəni, epidemiya daha məhdud, daha kiçik bir bölgədə yayılır, pandemiya isə daha geniş, daha qlobal bir təhlükəyə çevrilir. İndi isə gəlin, mətnimizə dair mətndə verilən yeni sözlərin izahına baxaq. Peyvənd, yoluxucu xəstəliyin qarşısını almaq və ya zəiflətmək üçün bədənə yeridilən dərmandır. Aqibət, son, nəticə, axır deməkdir. Səfir, bir dövlətin digər dövlətdə olan səlahiyyətli nümayəndəsidir. Epidemiya, hər hansı bir yoluxucu xəstəliyin kütləvi şəkildə yayılması deməkdir. Pandemiya, yoluxucu xəstəliyin böyük əraziyə yayılması, bir çox ölkələrə əhatə etməsi kimi nəzərdə tutulur. İmmunitet orqanizmin xəstəliklərə müqavimətidir, virus isə yoluxucu xəstəlik törədən mikrobdur. C tapşırığı, düzgün yoxsa yanlış? Heyvanlar da çiçək xəstəliyinə tutulur. Uşaqlar, biz artıq mətndən bu məlumatları almışıq. İndi isə gəlin xatırlayaq və məlumatların düzgün yoxsa yanlış olduğunu müəyyən edək. Mətndə bu haqda məlumat verilmişdir. Bəli, heyvanlar da çiçək xəstəliyinə tutulur. Doğrudur. İkinci, insan çiçək xəstəliyinə bir neçə dəfə yoluxa bilər. Xeyr, biz mətndə məlumat aldıq ki, yalnız bir dəfə yoluxur. Üçüncü, 18-ci əsrdən başlayaraq çiçəyə qarşı peyvənd tətbiq edildi. Bəli, uşaqlar, bu məlumatı biz mətndən aldıq. Dördüncü isə ilk peyvəndin nəticəsi uğursuz oldu. Təbii ki, bu yanlışdır. Biz mətndən bu fikrin əksini almışdıq. İndi isə gəlin C tapşırığına diqqət edək. Mətnin məzmununa görə ardıcıllığı müəyyən edin, yarımbaşlıqları mətn hissələri ilə uyğunlaşdırın. Uşaqlar, gəlin əvvəlcə verilmiş cümlələri oxuyaraq ardıcıllığı müəyyən edək. Mətndə baş verən hadisələrə görə ilk baş vermişdi C deyə bilərik. Ölüm qoxuyan çiçək, yəni çiçək xəstəliyinin yayılması baş vermişdi. Daha sonra isə A olacaq, nəticəsiz axtarışlar. Artıq axtarışlar davam edirdi, lakin hələ ki nəticə yox idi. Daha sonra D, inəklər insanların köməyinə necə çatdılar? Uşaqlar, burada biz məlumatı aldıq artıq mətndən və sonra B olacaq, ilk eksperiment və dünyanın xilası. Ən sonda artıq bununla bağlı bir nəticə oldu və hər hansı bir peyvənd tətbiq olundu. İndi isə gəlin oxuyaq, mətnin hansı hissəsinə aid olduğunu müəyyən edək. Nəticəsiz axtarışlar. Bəli, bu əsas hissəyə aiddir. İlk eksperiment və dünyanın xilası, təbii ki, bu sonluq hissəyə aid idi. Ölüm qoxuyan çiçək girişə aid idi. İnəklər insanların köməyinə necə çatdılar isə əsas hissəyə aid idi. Və D tapşırığına baxırıq. Mətnin giriş hissəsindən əsas hissəsinə keçid yaradan cümləni seçin və fikrinizi əsaslandırın. Gəlin uşaqlar cümlələrə baxaq. Görəsən Edward Jenner kim olmuşdur? Bəs insanlar bu xəstəlikdən necə xilas oldular? Peyvəndin insanlara faydası oldumu? Biz bunun üçün mətnin giriş hissəsinə diqqət etməliyik. Və burada gördüyümüz kimi ən sonda bu xəstəlik insanlar üçün böyük təhlükəyə çevrilmişdir fikri yazılır. Düşünək, davamı olaraq bəs insanlar bu xəstəlikdən necə xilas oldular? Təbii ki,
Burada xəstəlikdən danışılırdı və ondan necə xilas olmağın yolları axtarılırdı. Ona görə də ikinci keçid cümləmiz olacaq. Tapşırığı. Peyvəndin ixtirası mətnini yazmaqda müəllifin məqsədi nədir? Əlbəttə ki, müəllifin məqsədi peyvəndin ixtirası haqqında daha geniş məlumat verməkdir. Tapşırığına baxırıq. Mətnin məzmununu 3 cümlə ilə ifadə edib yazın. Uşaqlar, mən sizə nümunə təqdim edəcəyəm. Siz isə özünüz düşünərək yazarsınız. Mətndə təbii çiçək xəstəliyinin yayılması və bu xəstəlikdən xilas olmaq yollarının axtarılmasından bəhs edilir. Mətnin əsas məqsədi təbii çiçək xəstəliyinə son qoyan peyvəndin ixtirası haqqında məlumat verməkdir. Burada Edward Jennerin peyvəndi ixtira etməsi və dünyanın bu xəstəlikdən xilas olmasından danışılır. Bax belə əziz dostlar, bugünkü dərsimiz bu qədər. Sağ olun. Növbəti dərslərdə görüşərik.